Ölkə xaricini təmsil edən təşkilatlardan biri də Qafqaz İbero-Amerika Düşüncə Mərkəzidir. Bəli, bu təşkilat xüsusilə İspan dili ölkələrdə fəaliyyəti ilə seçilir. Qafqazda siyasi, iqtisadi və humanitar sahələrdə təhlillər aparır. İspaniya, Kuba, Meksika və digər İspan dili ölkələrin kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyəti təşkilatları və dövlət idarələri ilə əməkdaşlıq edir. Mərkəzin sədri siyasi analitik Mahir Qurbanov Düşüncə Mərkəzi haqqında daha ətraflı məlumat verib, gəlin izləyək. Bizim işimiz 3 mexanizm əsasında həyata keçirilir. Birinci mexanizm məhz Azərbaycançılıq ideologiyası istiqamətində bu sahədə təbliğat işlərinin aparılmasıdır İspan dilli ölkələrdə. İkinci mexanizm məhz həmin ölkələrin kütlə informasiya vasitələrində mütəmadi olaraq çıxışlar etmək və həmin ölkələrin kütlə informasiya vasitələrində erməni provokatorların bizə qarşı olan təxribatlı belə deyək çıxışların qarşısı almaq və üçüncü də mexanizm sırf olaraq müxtəlif sahələrdə layihələrin və beynəlxalq layihələrin həyata keçirilməsidir. Kütlə informasiya vasitələrində çıxışların edilməsi, yəni həmin ölkələrin kütlə informasiya vasitələrində çıxışların edilməsi çox mühümdür, eyni zamanda çox qəlizdir. Çünki mütəmadi olaraq həmin ölkələrin mediası ilə danışırıq və qeyd edirik ki, onlar neytral yanaşmalıdır. Amma biz görürük ki, məhz bu istiqamətdə də məhz erməni lobisinin və erməni diasporasının da həmin ölkələrin kütlə informasiya vasitələrinə böyük bir baskısı var. Amma buna baxmayaraq biz də eyni zamanda təhlillər apararaq həm 2-ci Qarabağ müharibəsi zamanı 44 gün ərzində, həm ondan sonra da müxtəlif sahələrdə təhlillər apararaq biz öz çıxışlarımızı qeyd edirik və öz haqlı sözümüzü qeyd edirik.